Xəzər televiziyası. Bacım da burada işləyir. Sür dayı, Toyota. Nədir bu? Toyota bax bu. Sürsün ki. Getsin ki gedim də. Ay Allah. Elə siqnal vururlar ki, elə bil ki, bu qoduq sürmür də, mən neyniyim? Dəhşətdilər elə. Sür də, sən niyə yatmısan? Buna var. Axmağın biri axmaq ha. Qulağına qoyub telefonu laqqır-lıqqır çənə vurur. Əsəbləşməyəsən, neyniyəsən? Axmağın biri axmaq. Sən də gözlə. Beynim çöndü. Axşam mostu sürməyə çəkinirəm bu vaxtlarda, yəni hava qaralandan sonra. Birincisi, mopedimin işıqlandırması zəifdir. Həm də ki, özümün nəsə gözüm qorxur. Düzdür, məni qəza heç vaxtı, yəni qaranlıqda maşın vurmayıb. Amma fikirləşirəm ki, axşam maşınlar daha sürətlə sürür və görməmə məsələsi çoxalır. Ona görə biraz çəkinirəm. İndi bugün çox az işləmişəm günüz. Ona görə məcburam heç olmasa 1-2 saat da işləyim. Buradan ara gedirik, dönürük. Ay səni ya, gör, nə işıq yandırıb, nə bir şey. Dönür elə. Buna görə sürmək istəmirəm də axşam. Bu vaxtı balqabaqlar çox olur yolda. Dayan görək, mən aradan dönəcəm. Burada dönməyə yer var. Bura deyil, oradır. Ustaya da getdim, gözünü aydın elədi. Muştulığımı verdi. Dedi, Kalenvalın patişevniki startdadır. Salam balaca, sənindir sifariş? Kartla idi də sifariş. Qoy bir dənə baxım. Mən bilən ödənilib, qoy yenə də baxım. Fikir verməmişəm ona. Hə, ödənilib. Sağ ol. Yaxşı yerdəydi sifariş. Görüm buradan hayana gedim. Burada 1-2 dənə yerlər var sifariş üçün. Onlar da pivə yerləridir. Nəsə yol açaq Nərimanova tərəf. Sifariş verər, götürərik. Verməz gedərik Nərimanovda işləyərik. İşığımızı yandıraq. Belə getdik. Ya Allah. Burada bacımın deməli mopedini götürmüşdüm. Burada sürdüm bu yolda eyni. Düz çıxdım qarşı tərəfə. Allahdan burada maşın yox idi. Maşın olsaydı ölmüşdüm. Çünki biz təlimdə ancaq qapalı yerdə keçmişik də, maşın yolunda keçməmişik. Bağlı yerdə sadəcə sağa, sola tormozları izah eləyiblər, sürmə qaydalarını izah eləyiblər. Məsələn, çox adam elə sürmür. Mənim hər iki əlim, bir əlim elə bir ki, əlimlə qazı idarə eləyirəmsə, mən bir yandan tormozu da tuturam. Yəni, iki barmağımdan, hər iki əlimdə iki barmağım tormozlardadır. Mən təlim keçmişəm. Təlimdə də mənə belə öyrədilib. Sonra təlimdə bizə qətiyyən kaskasız sürmək öyrədilməyib də. Yəni, kaska taxmayacaqsansa çıx get deyirdilər. O dərəcədə. Məsələn, əlcək xaric. Dizlik verirdilər. Dizlik taxırdıq təlim boyu. Sonra çirpaxa taxırdıq. Bir də kaska. Əlcək də verirdilər. İndi əlcəyi biraz sıyırmaq olurdu. Amma qalan şeylərin hamısı təhlükəsizlik baxımından taxılmalıydı. Yəni, təlimdə o şey üstünlüyü verirdilər. Yəni, təlimdə gördüyümə görə, indi məsələn, mən 1-2 nəfər görürəm, kaskasız sürürlər. Deyirsən ki, niyə kaskasız sürürsən? Deyir, öyrəşə bilmirəm. Çünki niyə? Alıb mopedi elə özü, nə təlim keçib, nə bir şey. Özü də yəni fikirləşmir ki, bu candır da, yıxılaram, nəsə olar. Yəni, çox rahatdılar bəzi insanlar. Mən onları başa düşə bilmirəm. Təlimdə mən də etirazlar eləyirdim, kaska istəmirdim, başım narahat olur deyə düşünürdüm. Amma yəni, 1 dərs, 2 dərs, 3-cü dərsdə vecin olmur da. Yəni, əksinə ondan sonra kaskasız sürə bilmirsən. Təlimdəki kaska ilə sürürsən, təlimdən sonra da əl və moped, motosikl düşür. Mənə düzdür, çox düşməyib, 1-2 dəfə cəmi sürmüşəm təlimdən sonra. Üstündən ardası 2 ilin tamamında təlimdən, 2 ilin tamamında mən özümə bunu aldım, mopedi aldım. Təlimdə mənə mexanika bir dərs bundan öyrədiblər. Digər, yəni ki, 12 dərs idi də, 12 dərsin sən neyinisən də. 12 dərsin digərlərdə mexanika. Amma indi gəl denən ki, mən mexanika sürə bilirəm ya yox. Sıfır da, yəni, sıfır. Ayda, bunlar mənə də təkərə saldılar. Qoy görüm, mən də keçim. Nə özünə yol qoyur, nə də mənə. Nəsə, bunu söndürək. Oy, 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 oy. Bu nə yoldur belə, sən Allah. Üff. Baxırsan Xətai rayonu, Enzes, Opedi. Buranın asfaltı nə gündədir? Priusa bax, hələ sən neyiniysən? Mən keçim bu yana. Klok da asılı var kişi. Deyən görək.
Sürdü getdi. Klokunu çıxaracaqdım. Ayda nə gülməli görünür. Dayan çıxarım. Ay yetim. Dayan vuru. Tutanmadım. Ay takıntılarım. Dayan da nə? Getən. Maşınına klok yapışıb, bayraq kimi. Cəmaat bayraq qoyur, bundan klok asılıb. Ayda, sürün. Çatdırmadım mən, sürün. Onun klokuna başım qarışdı, keçə bilmədim yolu. Nəsə, növbətə fizetoforu gözləyək. Yox, bunun nəsə amortizatorlarına da olub. Halbuki amortizatorları hamısı dəyişilib, arxada dəyişilib. Qabaq da qəzadan sonra vuran adam amortizator falan almışdı da, dəyişmişdi hamısını. Amma yenə elə bil nəsə bərkimə var amortizatorlarda. Şəhərdə kuryer yoxdur. Bu ikinci sifarişdir ki, verir mənə Park Bulvar. Kimdir Park Bulvara gedən? Ölmüşdü xan kişi. Gidəməm. Atqaz, normal sifariş ver. Şəhərdə kuryer yoxdur deyəsən. Mən də götürmürəm. Mən deyirəm, evə gedirəm, mənə verdiyi zakaza bax. Ver buradan lahmacundan ver, Özdad lahmacundan ver. Buradan dönər yerlərindən ver. Hara sürtdüyür məni. Mən sürən deyiləm buradan şəhər tərəfə. Mən bu Babək prospekti ilə keçirəm Nərimanova. Vəsiyo. Yığma canımı, boğazıma. Proqram bağlayıb gedəcəm indi evə. Verməsə. İstəmirəm da, kişi. Kuryerlər də şəhər tərəfdə işləmək istəmir. Bu şəhər tərəfdə nə varsa mən bilmirəm. Şəhərə zakaz verir, oradan verir yasamala. Yasamaldan gəl də indi Maşdağaya. Onun dərdindən mən götürmürəm. Hələ bu günüz fərqi yoxdur. Günüz hardan versin, götürüb aparacam. Bircə Əhmədli ərazisinə atmasın. Şəhərdə ara istəyir versin, işləyəcəm. İndi biraz memar əcəmi tərəfləri sevmirəm. Nəsə oraları tanımıram deyə. Amma yenə də aparıram. Sifariş düşəndə aparıram. Amma bu vaxtı yoxdur. Çünki mən 1-2 dənə də sifariş aparacam, oradan da gedirəm evimə. Ehtiyac yoxdur yəni şəhərə fırlanmağa. Zaten mopedim də xarabdır. Onun da dərdi bir götürdü məni. Eyni şey 3-cü dəfədir xarab olur. Aha, yenə verdi. Aha, baxaq. KFC Abu Arena hara verib? Bunu qəbul eləmək olar. Okey. KFC-ni apararıq. No problem. Yaxşı. KFC bizim reytingimiz düşər. Qəbul dərəcəsi. Neysə. O kişi 5 kilometr nə idi? Sür söndü. Saat 8-in yarısı. Bura bu vaxtda belə olmur da axı. Görüm ara dürtürəm özümü. Propkaya baxayım. Yenə polis yolu bağlayıb. Kuryerlərin mənfi tərəfindən danışım. Yəni mənim yaralı yerimdir bu. Kuryer məncə normal qazanc qazanmaya bilər. Amma bu o demək deyil ki, sən müştərinin ƏDV çekini falan yükləməlisən. Özdə nə edirlər? Elə restorandan sifarişi götürür. Məsələn, KFC-dən falan olan sifarişlərdə 18% ƏDV var da, xarici şirkətlərin yemək yerləri elədir. Həmin bu 18% ƏDV-ni elə çantasına qoymamış, elə yerindəcə yüklüyür özünə. Yəni, bu biabırçılıq haldır. Həqiqətən, utanc verici bir şeydir. O müştəri nə fikirləşər? Mən də danışıram kameraya, maşındakı. Yəni, həqiqətən də biabırçılıqdır. Ehtiyac yoxdur elə hərəkətlərə. Normal işləyənlər də gözdən salırlar, belə elədikcən. İstər, məsələn, oğurluq eləyən kuryerlər də həmçinin bloka girirlər. Hansı binaya gedirsən, bu Azadlıq prospektində bir Novostroyka var. Böyük bir Novostroykadır, ağ binadır. Hansı rezidensdə yadımdan çıxıb. Yəni bilirəm ki, ağ rəngdə binadır da. Həmin binada içəri kuryerləri az qala buraxmırlar. Yəni buraxanda da yəni kaskanı çıxarmalısan, kaskasız girməyə icazə vermirlər. Sonra yəni ki, mopedin açarını da səndən hətta tələb eləyirlər. Elə yerlər var. Deyəndə də soruşanda niyə? Deyirlər ki, kaska ilə kuryer girib bloka. Blokdan ayaqqabı uğurlayıb. Ayaqqabı. Yəni bu kimi hallar kuryerliyi gözdən salır. Yəni ki, qurunun oduna yaş da yanır. Kameradır belə, dınqılış. Ay Allah, bıraxın da gedək. Səkinin üstündə 40 manat cərimədir. Bəli. Necə? Nə daxilisi şəxsiyyət vəsiqəsinə yazır. Prava yoxdur, şəxsiyyətə yazır.
Niyə biz də nəqliyyatıq gözləməliyik. Kişi deyir ki, çıx Səkiyə, Səki ilə get. Mən də deyirəm ki, Səki ilə getmək 40 manat cərimədir. Deyir, pravom bəyən var. Deyirəm, pravo nə dəxlisi? Yazacaq şəxsiyyət vəsiqəsinə. Yəni, yazırlar da. Bura совсем bildiyin, burada error gedib də, yer yoxdur. Sən burada özü dürtməsən keçmişdim mən. Da onsuz da keçə bilmərəm, da yer yoxdur. Mən onsuz da bu yan lazımdır. 950 metr. Saat 8-də axı. Yenə baxıq, 8-dir. Bu vaxtda niyə belə probka? Gərək ora-bura, sağa-sola, fırlana gedək. Çünki bir zolaqda hərəkət eləyəndə də istər-istəməz sənə maniyə yaradanlar tapılacaq. 4-cü zolaqdan, 3-cü zolaqdan 1-ci zolağa atlananlar. Yəni, atlanarsan boş yolda. Amma nəqliyyatın bu vəziyyətdə olan vaxtında, nə bilmi, yəni ancaq deməli özünü fikirləşirsən də, başqa heç kimi. Onun bir adı var, o da odur. Biraz yığırılı görək, keçək. Bu telefonla oynayır kişi. Dağlı. Oy. Heç nə olmadı. Biraz da... Sağ olun. Bu dönür deyəsən. Dəydim güzgüsünə. Birinci dəfə deyildi. O qədər dəymişəm. Nəsə güzgüyə də heç nə olmadı. Çıxıb deyir, nə oldu qardaş? O bundan nə istəyirdi görəsən? Güzgü nətər danq elədi, dəydi ona, dınq elədi. Bu nətər maşın dayanmaqdır, bu nətər sıralamada kişi. 2 zolaqlı yolu eləyiblər, 3 palasa yol, ortadan bir xət gedir. Aləm dəyib də bir-birinə. Mən getdim, bu qaldı. Dağlar, oy. Bağlar, oy. Biraz oyna yığın. 2 zolaqlı yolu, onsuz da 3 zolaq. 2 zolaqlı yolda 3 maşın gedir, mənə keçməyə yer qalmayıb. Biraz sən də ver. Ver. Vermirsən axı, dayda gedir, ona bax. Aləm dəyib. Bax, qrezakası hazırdır. 2 dəqiqə gec gəlmişik ya, oradan bura. Yemək elə hazır deyil. Ay, dincələk biraz, mola. Qoşan aşqanı açım, oturum rahat. Sifarişimizi götürdük. İndi də gedirik. Yəqin ki, bu sifarişi verib evə gedəcəm. Çünki bugün çox yoruldum. Getdiyim yerdə qonaq deməyim. Getdiyim bir yerdə natəmizliyi gördüm. Orada da əlləşdim, biraz təmizlik işi gördüm. Mətbəxdə falan filan. Və bu məni yordu da həqiqətən. Bugün biraz yorğun düşdüm. Onsuz da geç çıxmışdım. Az bir məbləğdə işləmişəm. Sürdə, day. Qabağımda maşın var. Sən neyniysən? Getmək fikrin var? Hə. Ay. Gedirik evə, yorğunam. Günün yorğunluğu, biraz da təmizlik işləri məni bugün yordu. Oy. Mən niyə o maniyəni görmədim? Sumka deyəsən açıldı. Zibil. Ay Allah, necə tullandım. Elə mənim kalenvalımın patşebnikini bu zibil tramplinlər dağıtdı da. 3-cü dəfə deyə 8-9 ayda sürürəm. Uşa 3-cü dəfədir xarab olur. Belə şey olar, zibilə qalsın. Ay dədə, birini də burada qoyublar. Nəsə bunu vaxtında gördüm. Uşaq vaxtı biz 5 uşağıq. Uşaq vaxtı işıqlar sönürdü. Biz yaşadığımız yerdə tez-tez sönürdü daha doğrusu. Yəni indi daha keyfiyyətləşib. Məsələn, qaz olsun, su olsun, işıq olsun. Əvvəl daha tez-tez sönürdü. Sönürdü, elə olurdu 12-13 saat yanmırdı da. Elə olurdu tez yanırdı. Çox vaxt gec yanırdı. Və bundan sonra belə oldu ki, işıqlar yananda biz uşaqlar 5 uşaq axı, onda balaca lap körpə idi. Biz biraz da yəni hamı gəzən danışan böyük idik. Biz dururduq, deyirdik, işıqlar yandı. Sonra nənəmiz gəlirdi bizə, nə bilim, ayda 2 dəfə, ayda 1 dəfə belə. Nənəm də rəhmətlik molla olub.
Yəni yaşlardan buna nə yığırdılar, verirdilər. Çünki bizdə belə bir şey var ki, mollaya da, yəni puldan əlavə, məsələn, aş verilir, halva verilir. Belə şeylər verilir də. Nəsə, nənəm də yığıb onları bizə gətirirdi. Yaxşı, sən get. Elə bil mənə işdir, elə də qəşək deyirəm, yaxşı, sən get. Ağsaqqal, neyniysən? Camal xəstədir, Allah gözü mənə ziblə salmaq istəyir. Mənim pulum yox deyə yesirəm, kimsə ki, Qalenvagenin zadın altına gir. Mənim qabağıma niyə çıxırsan? Yaxşı siqnal vurdum, tullanırdı çərtkə kimi yola. Çaram olsa öz başıma sürtərəm də. Elə bir pulum var bu. Tövbə, estağfurullah. 50 metr qabaqda da piyada keçidi var. Özdə nədir o yer üstü.